Salamlar hər kəsə. Bu videoda biz say sistemlərlə əlaqəli imtahana düşə biləcək tiplərdə suala baxırıq. İndi gəlin keçək, birdən etibarən başlayaq sualları işləməyə. Deyir ki, bu ifadənin doğru olduğu say sistemin əsasını ikili say sistemindəki yazılışını müəyyən etmiş olun. İndi yazıram ifadəmi. İfadəm olur 19x plus 77x say sistemində bərabərdir 90x say sistemində. İndi bunu tanımaq üçün təbii ki, biz iki yoldan istifadə edə bilərik. Birinci yol nədir? Götürərik bu şəkildə eləyərik. Üzərlərinə 0-1'ləri qeyd eləyərik hər birinin və bunların hər birini onluq say sisteminə çevirərək yazarıq. Birincini onluq say sisteminə çevirəndə olur ifadəsi 1 vurulsun x üstü 1, yəni x üstə gəlsin. 9 vur x üstü 0, yəni 9. Üstə gəlsin. İkincidə olur 7 vurulsun x üstü 1, yəni 7x. Üstə gəlinsin 7 vurulsun x üstü 0, yəni 7. Bərabərdir. Digərdə olur 9x şəklində. Buranı hesablayanda olur 8x plus 16 bərabərdir 9x. Buradan da x çıxır 16 şəklində. Deməli, bilmək olur ki, bu 16-lıq say sistemindədir. 16-lıq say sistemində, ikili say sistemindəki yazılışını müəyyənləşdirəndə görürük ki, o olur 1, 0, 0, 0 şəklində. Niyə? 16 çünki 2 üstü 4'dür. Biz bilirik ki, qüvvətdəki ədəd 2-nin qüvvəti şəklində olan onluq say sistemindəki ədədləri ikili say sisteminə çevirərkən qüvvətdəki ədəd verir bizə sıfırların sayını, bir dənə də qarşıda 1 olur. Bu şəkildə A variantı çıxmış olur. Bu birinci yol. İkinci yol necədir 16-nı tapmaq üçün? Bu zaman gəlirəm 77 üstə gəl 16 yazaq alt-alta. Bərabərdir 90-a. 16 yox da doğrusu 19 imiş. Bir dənə bunu 19 eləyək. İndi baxın 7 ilə 9'u cəmləyəndə nəticə verib 0 şəklində. 7 ilə 9'u cəmləyəndə 16 eləyir. Ora 0 yazılması üçün deməli biz normalda həm elə düşünürük ki 16'dan 16'nın özünün ya çıxmalıyıq ya da 6'nı çıxmalıyıq ki ora 0 kimi qalsın. Amma 6'nı çıxa bilmərəm. Niyə? Çünki 6-lıq say sistemində 7, 9 olmur. Deməli 16 çıxsam alınır. Həmçinin baxın 7 ilə 1-in cəmi 8'dir. Deməli digər tərəfdən bir yadda gəlir ki bura 6'a 9 qeyd edilmiş olur. Deməli 7 ilə üstə gəl 9'u gəldim. 16 verdi o. 16 da bilirik ki 16'lıq say sistemində yoxdur. 16'dan ona görə çıxıram bir dənə 16'nı. Ora yazılır 0. Burada da 1 yadda gəlir bunun üzərinə. 7 o da 1, 8 o da 1 verir bizə 9'u. Bu şəkildə də bilmək olur ki bu da 16'lıq say sistemində olan ifadədir. Keçirik növbətiyə. İkinci sualda 7'lik say sistemində olan ədədi cəmlədikdən sonra sonda nə nəticə əldə edilər ona baxaq. İndi gəlirik, deyir ki 356 7'lik say sistemində üstə gəlinsin 453 7'lik say sistemində. İndi 6 ilə 3'ü cəmləyirəm 9 eləyir. 9'un tərkibində görürəm 7 bir dəfə iştirak eləyir. Çıxıram 1 vurulsun 7'ni 2 yazıldı bura. Neçə dənə 7 iştirak eləyir? Bir dənə. Deməli 1 yadda gəldi bura. 1, 5, 5 verir bizə 11'i. 11'in tərkibində 7 bir dəfə iştirak eləyib. 11'dən 7 çıxanda yazıram bura 4. Bir dəfə iştirak eləyib deyə 1 yadda qaldı. 3, 4 verir bizə 7'ni. O da 1, 8. 8'in tərkibində 7 bilirəm ki, bir dəfə iştirak eləyib. Çıxanda 7'ni yazılır bura 1. Bir dənə də yadda qabağa keçir. Olur 1, 1, 4, 2, 7'lik say sistemində yazılışında. X-in yerinə uyğun gəlir 1, 1, 4, 2 qiyməti. Keçirik 3-ə. Onluq say sistemindəki bu ifadəni n plus 1 say əsaslı say sistemində ifadə etmiş olun. İndi n kvadrat plus 7n plus 9 qiyməti verilib bizə. Bunu n plus 1 əsaslı say sistemində ifadə eləyəndə təbii ki götürəcəm. Bunu böləcəm n plus 1'ə. Böləndə n kvadrat plus 7n də n plus 1 neçə dəfə iştirak edir? N dəfə. N'i vuranda n plus 1'ə verir bizə n kvadrat plus n qiymətini. Bunlar getdi 0, 7n ilə n'i çıxanda verir bizə 6n. 9 da gəldi aşağıya. 6n plus 9 qiyməti olmuş olur. İndi 6n plus 9'da n neçə dəfə iştirak eləyib? 6 dəfə. Ona görə deməli 6 dəfə iştirak elədiyini yazmış oluram mən bu hissəyə. 6 dəfə iştirak eləyib yazıram ona görə 6 vurulsun n plus 1 olur 6n plus 6. Qalır nə? 3 şəklində. Deməli bizim həmin bu ifadəmiz bir növ bu şəkildə ifadə edilmiş olur.
Və görürəm ki, hələ ki n plus 6 n plus 1-ə bölünə bilir. Biz çünki məsələn 13 ədədi götürürük ikilik say sisteminə çevirəndə. 13-ü 2-yə bölündə 6 dəfə düşür, 12 qalıq 1. Baxırıq ki, buradakı ədəd hələ də bölünür deyə davam edirdi. 6-nı 2-yə bölürük 3, qalıq 0. 3-ü 2-yə bölürük 1, qalıq 1. Yəni bir növ bitənə kimi davam eləməliyik. N plus 6 N plus 1-ə hələ ki bölünür deyə davam edirəm. N plus 6 N plus 1-i yəni hesablayanda böləndə bir dəfə düşür. 1 vurulsun N plus 1, N plus 1-i yazdım bura. Burada N plus 6-dan N plus 1-i çıxanda qalır aşağıda 5. Gerdən oxuyanda görürəm ki, olur bunun yazılışı 1, 5, 3 şəklində. Deməli, yazılışı da bu şəkildə bilmiş olduq. Növbəti suala keçid eləyəndə deyir ki, 32 üstü 3 ədədinin 16 say sistemindəki yazılışında ilk rəqəm nə olacaq? 32 üstü 3-ün 16 say sistemindəki yazılışını bilmək üçün birinci bunu 16 əsasına gətirmək lazımdır. 32 üstü 3 bilirik ki, 2 üstü 5 üstü 3 deməkdir. Yəni 2 üstü 15 deməkdir. İndi 2 üstü 15 16 əsasında necə olacaq? 16 bilirik ki, 2 üstü 4. Yəni bunu 2 üstü 4 kimi göstərəndə bilirik ki, 15-in tərkibində bizdə 2 üstü 4 3 dəfə yerləşir. 2 üstü 4 üstü 3, yəni 2 üstü 12 vurulsun. 2 üstü 3 eləyir. Yəni bu nə deməkdir? 8 vurulsun 16 üstü 3 deməkdir. Yəni biz bu 16 say sistemini təsvir eləyəndə görürük ki, qüvvəti 3 yazıb deyə, deməli bir növ bizdə 3, 2, 1, 0. 4 dənə rəqəm olacaq. Və bunun qarşısında nə yazılıb? 8 yazılıb. Ona görə altına 8 yazıram. Digərləri yoxdur deyə sıfırları qeyd eləmiş oluram. Görürəm ki, başlanğıc ədəd olur 8 şəklində. Keçirik 5-ə. 17 8-lik say sistemində 76 8-lik say sisteminin intervalındakı 5-ə bölünən ədədlərin sayı nəyə bərabərdir? Bunu bilmək üçün biz mütləq şəkildə bunu hər iki qiymətini onluq say sisteminə çevirməliyik. 8-dən onluğa çevirərkən üzərlərinə 0,1-i qeyd edirik. 17-ni 8-lik say sisteminə onluğa çevirəndə baxırıq ki, olur bu şəkildə. 1 vurulsun 8 üstü 1, üstə gəlinsin 7 vurur 8 üstü 0, yəni 7 vur 1. Verir bizə 15 qiymətini. İndi sol tərəfini tapdıq 15. Sağ tərəfə keçirik. 76-nı 8-dən onluğa çevirəndə. 0,1 yazıram. 7 vurulsun 8 üstü 1, üstə gəlsin. 6 vurulsun 8 üstü 0, yəni 1. Verir bizə 62-ni. Deməli, aralıq olur 15-62. İndi 5-ə bölünən ədədlərin sayı. Yadda saxlayın, mötərizədədir deyə. Biz bilirik ki, dairəvi mötərizədə iki tərəfdən nəzərə alınmır. 15-dən başlamırıq. 20-dən başlayırıq. 20, 25, 30, 35, 40, 45, 50, 55 və 60. Görürük ki, cəmi 9 dənə ədədim var ki, 5-ə bölünə bilir. Cavab olaraq 9-u nəzərə almış olacaq. Keçirik növbəti sualımıza. Növbəti sualımızda deyir ki, cəminin hesablandığı say sisteminin əsasının sualların yerindəki ədədlərin cəmi ilə fərqini qeyd eləyin. İndi baxın. Bu cəmi alt-alta yazın hər zaman. 36 sual işarəsi 45 plus sual işarəsi 6, 1, 2 sual işarəsi. Bərabərdir nəyə? 4, 7, 8, 3, 3, 1 şəklində. Budur bizim cəmimiz. İndi baxın, 5-in üstünə mən nə gəlsəm, sonu 4 ilə bitə bilər. Normal öz say sistemimizdə hesablayanda bu 9-dur. 9 gələrəm. 5 üstəgə 9, 14, 10 çıxaram, ora 4 yazaram. Burada problem yoxdur. İndi ikinci hissələrə keçid eləyək, əsas məsələ oradan başlayır. Məsələn, baxın, 4, bu da 2. Normalda 6 verir. Sadəcə bu tərəfdən bir yadda gəlib deyək, olub 7. Baxın, buradan bu bir tərəfə bir yadda getmir. Sual işarəsi ona görə üzərinə 1 gələndə 8 yazılıbsa, oradakı sual işarəsi elə 7-nin özü olacaq. Çünki 7 üstəgə 1 ora 8 verəcək. Deməli, sual işarələrindən birini tapdıq 7. Qaldı digər 2 dənə sual işarəsi. Birini tapdıq 7 şəklində. Hətta rəngini dəyişim, onu qırmızına yazacağım. 7. İndi gəlirəm digərini tapmağa. Baxın, buradan da bu tərəfə fikir versəz, bir yadda getmədi. 6, 6 normalda 12 verir. 12-dən mən nə çıxanda ora 3 yaza bilərəm. Deməli, bir dənə 9 çıxılmalıdır ki, ora 3 yazılsın. Deməli, bu 9-cu say sistemindəki bir ifadədir. Ona görə bura bir yadda gəlir. 1, 3, üzərinə nə isə gəliblər, burada 13 qiyməti gəlib. İndi
13 deyəndə biz bunu necə başa düşəcəyik? 1, 3, 4-dür. 4-ün üzərinə mən nə gəlsəm, 9-luq say sistemində burası 3 ilə bitər. Ona görə baxın, rahatdır onu müəyyənləşdirmək. 4-ün üzərinə mən 8 gələcəm ki, burada versin mənə 12 yenə. 12-dən baxın çıxım yenə bir dənə 9-u versin mənə 3 qiymətini. Deməli, ikinci sual işarəsinin yerində də 8 olur. Deməli, birinci sual işarəsinin yerində də bu məntiqlə olacaq yenə 8 qiymət. Niyə? Sonuncu sual işarəsinin yerində niyə 8 olur? 500-dən mən elə bir qiymət gəlməliyəm ki, sonu 4 ilə qurtara bilən ədəd alınsın. İndi 5-in üzərinə mən 8 gələrəm ki, 13 olsun. 13-dən də bir dənə 9-u çıxaram, verir mənə son qiyməti 4. Deməli, burada 8 olur. Deməli, sonuncu sual işarəsi də 8-dir. İndi 8, 8, 7 sual işarələrinin cəmi eləyir 23. Bizə deyir ki, sual işarəsinin yerindəkilərin cəminin əsasdan fərqi nədir? Əsasımız 9-dur, cəm 23-dür. 23-dən 9 çıxıram, deməli, fərq eləyəcək 14 qiyməti. Keçirik 6-dan sonra 7-yə. İndi belə bir ifadə verilib, vurma da var, bölmə də var. İndi bunu hesablamağa çalışacaq. Ümumiyyətlə, belə bir ifadə olanda, qarışıq bir ifadə olanda və kiçikdirsə, hamısını öz say sistemimizə çevirmək bir növ daha yaxşıdır, daha məqsədə uyğundur. İndi 4 onluq say sistemindədir onsuz da. Ona görə 4 kimi qalır. 23-ü 8-dən onluğa çevirəndə 0, 1 yazıram. 2 vurulsun 8 üstü 1, üstə gəlsin 3 vur 8 üstü 0, yəni 3 vur 1. Verir bizə 19-u. Deməli, 4-ü vururlar 19-a. Çıxırlar. 26 onluqdadır onsuz da. Bölünsün. 0, 1, 2, 3 yazıram. 2 üstü 3, 8 plus. 2 üstü 2, 4 plus. Bir də 2 üstü 0, 1. Verir bizə 13 qiymətini. Deməli, 26 bölünür 13-ə. Plus 16-lıqdan onluğa çevirəndə də, yəni 0, 1 yazıram. 1-i vuram 16 üstü 1-ə, üstə gəlsin. D bilirik ki, onluq say sistemində qarşılığı olaraq 13-dür. 13 verir bizə 29 qiymətini. Bu şəkildə yazıram. 4 vur 9, 76 çıxılsın. 26-nı 13-ə böləndə 2 plus 29. 76 çıx 2, 74 o da 29 verəcək bizə 105, daha doğrusu 103 qiymətini. 103 qiymətini almış oluruq. Keçirik növbətiyə. İndi növbəti suala keçə bilsək inşallah. 8 maraqlı və olduqca vacib sual tiplərindən biridir. Deməli, 8 üstü 4 plus 32 üstü 3 plus 4 üstü 12 onluq ədədinin 16-lıq yazılışını istəyir. 16-lıq yazılışını istəyirsə, hamısını 16 əsasına gətirəcəm. İndi 8 üstü 4 bilirik ki, 2 üstü 3 üstü 4 deməkdir. Bu da 2 üstü 12-dir. 2 üstü 12-ni 16-lıq yazılışda göstərmək istəyirəmsə, 16 2 üstü 4-dür deyə, bunu 2 üstü 4 üstü neçə olduğunu tapacam. 12 ilə 2 üstü 4 üstü 3 deməkdir. Yəni, bu 16 üstü 3-dür. Birincini tapdıq. İkinci, 32 üstü 3. Verir bizə 2 üstü 5 üstü 3-ü. Yəni, bu da 2 üstü 15 deməkdir. 2 üstü 15-də 2 üstü 4 üstü ilə göstərmək istəsəm, bu verir bizə 2 üstü 4 üstü 3, 2 üstü 12 vurulsun 2 üstü 3-ü. Yəni, olur 8 vurulsun 16-nın kubu. Bu şəkildə də bunu ifadə elədik. Və 4 üstü 12 nə deməkdir? 2 üstü 12. Yəni, 2 üstü 24. 2 üstü 24 də 2 üstü 4 əsasından göstərsəm, 2 üstü 4 üstü 6 deməkdir. Bu da yəni deməkdir ki, 16 üstü 6. Baxın, diqqətli fikir versəz, görürsünüz ki, bizim cəm bu formada dəyişir. 16 üstü 3 üstə gəlsin. 8 vur 16 üstü 3 plus 16 üstü 6. İndi baxın, 2-dən 16 üstü 3 var. Ortaq vuruq kimi çıxarsam 16 üstü 3 vurulsun. Burada əmsal yoxdursa 1-dir. 1 plus 8 üstə gəlsin 16 üstü 6. Bərabər deyən nəyə? 9 vurulsun 16 üstü 3-ə plus 16 üstü 6-ya. Deməli, ən böyük qüvvət 6 görəm deyə 6-dan geriyə gedirəm. 6, 5, 4, 3, 2, 1, 0. İndeks yazanda 0-ı da yazmalısınız. Və 16 üstü 6-nın əvvəlində 1-dir. Yəni, heç nə yoxdur, o 1 kimi götürülür. 16 üstü 3-ün əvvəlində 9 var. Orada 9 yazıram. Amma qalanların görmürəm deyə 0-ları qeyd edirəm. Deməli, onların, yəni bu cəmin 16-lıq yazılışı bu formada yazılmış olacaq. 8 belə getdim. Keçirəm artıq növbəti 9 nömrəli suala. İndi deyir ki, aşağıda cəm şəkildə vermiş 10, onluq ədədi 2 say sistemində ifadə edin. İndi baxın, yadda saxlayın. Eyni qiymətlər görürsünüzsə, onları mütləq cəmləyin başdan. 2 dənə 1 görürsünüzsə,
Onları toplayırız, verir sizə nəyi? 2-ni. Niyə? Çünki biz normalda nə edirik? Bu, diqqət fikir versəz, 2-nin qüvvətlərinə parçalanma şəklində onluqdan 2-liyə çevirmədir. Baxın, 2 üstü 9, 2 üstü 8, 2 üstü 7, 2 üstü 6, 2 üstü 5, 2 üstü 4, 2 üstü 3, 2 üstü 2. Bunlar da hərəsi 2 üstü sıfırlar idi. Sadəcə baxın, ən böyük 9'dur deyə biz geridən belə yazırıq. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Gördüklərimizin altına 1 yazırdıq. Görmədiyimizin altına da 0'ı qeyd edirdik. Baxın, belə olanda görürük ki, bunun altına 2 dənə 1 yazılır. Bunları toplasaq 1, 1 zaten bizə nə verir? İkili say sistemində. Onları ikili say sistemində 2 dənə 1'i toplayanda 2 eləyir. 2-dən də bir dənə 2 çıxıram. Çünki tərkibində bir dəfə yerləşir. Bura 0 yazılır, əvvələ 1 gəlir. Fikir versəz, 1 gəlib keçir bu tərəfə. Amma onu ikili say sistemində elə cəmləməkdənsə əvvəlcədən cəmləyin. Eyni ədədləri görəndə əvvəlcədən cəmləyirsiniz. 1, 1 verir sizə nəyi? 2-ni. 2 də 2 üstü neçədir? 1'dir. Yəni gəlib burada baxın, fikir versəz, artıq 0'ın altında yox, 1'in altında 1 yazacaqsınız. 2 üstü 0 görməyəcəksiniz artıq. Çünki bu ikisinin cəmi 2 elədi, 2 üstü 0 yoxdur. Onun altında 0 qeyd edilmiş olacaq. Və bu formada fikir versəz ikili yazılışını təsvir eləmiş olursunuz. Gəlirik 10'a. Deyir bu cəminin nəticəsi 16 say sistemində neçə olar? Həmin ədədləri yazırıq. D1Y plus 3AF. İndi 16'lıq say sistemidir. Biz cəmləyəndə normalda bunları EF kimi yox, artıq onluq say sistemindəki qarşılığına çevirəcəyik. E neçədir? 14'dür. F neçədir? 15'dir. Toplayanda 29 eləyir. Baxıram ki, 29'un tərkibində 16 bir dəfə iştirak eləyib. 1 vurursa 16 çıxdım. Verir bizə 13'ü. Biz bilirik ki, 16 say sistemində 13 deyə bir rəqəm yoxdur. 13'ün qarşılığı D-dir. Bura D gəlir. Bir dəfə iştirak eləyib deyə 1 yadda gəldi bura. İndi 1, 1, 2. A da bilirik ki 10'dur. Toplayanda 12 verir. 12 də qarşılığı bilirik ki 16 say sistemində C-dir. Ona görə bura gəlir C. Fikir versəz yadda filan olmadı. D neçədir? 13'dür. 13 ilə 3'ü toplayanda 16 eləyir. 16 bilirik ki 16 say sistemində bir dəfə iştirak eləyib. Və deməli bura 0 gələcək. Bir dənə də 1 yadda əvvələ cəm deməli olacaq. 1, 0, C, D şəklində. Belə dostlar, ümid edirəm ki bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allah'a əmanət. Uğurlar hər birinizə.